Şeyh Muhammed İbn Salih El-Üseymin rahimahullah buyurur ki: "Kullu men ehsana ileyk ve nesiyeme fi'd-din." Sənə yaxşılıq edən hər kəs. Dinləyin qardaşlar. Sənə yaxşılıq edən hər kəs, xüsusilə yaxşılıq dində. Necə yaxşılıq? Və nəsihə, sənə nəsihət edir. Vəl əmri bil ma'ruf və nəhyi anil munkar. Səndə pisliyi görəndə səni ondan çəkindirir və daha yaxşısına səni yönəldir. Allahı qəzəbləndirəni sənə qadağa edir ki, etmə. Bu ziyandır. Dünyada da, ahirətdə də. Gəl bunu et. Bax, budur xeyir dünya və ahirətdə. Sənə belə nəsihət edir və yaxşılığı əmr edir. Sonra gör nə deyir? Deyir ki, əgər o sənə belə edirsə, hədə yaqtadı minkə ən tuhibbəhu və təvəddəhu. Bu səndən tələb edir ki, onun sənə belə olan müamiləsi, sən onu sevəsən. Qəlbində ona qarşı məhəbbət oyansın. Sonra buyurur ki, o kəslərin əksinə olaraq, sən belə olmalısan, sevməlisən sənə xeyir öyrədəni, o kəslərin əksinə olaraq ki, İdə əntə əmərtəhu bil ma'ruf və nəhəytə anil munkar. Sən ona yaxşılıq əmr edib pislikdən çəkindirəndə və yaxud da onu bir xeyrə dəvət edib, doğru yola yönəldəndə فَإِنَّهُ قَدْ يَحْمِلُ فِي قَلْبِ عَلَيْكَ بُغْضًا. O, sənin ona olan gözəl müamiləyə qarşı qəlbində sənə qarşı nifrət daşıyır. Təsəvvür elə, sən adamı dünya zərərlərindən çəkindirib, ahirətin xeyirlərinə yönəldirsən. Allahın qəzəbindən yayındırıb, qadağa edirsən ona. Allahın rəhmətinə və razılığına aparırsan. Şeyh deyir ki, يَحْمِلُ فِي قَلْبِهِ لَكَ بُغْضًا. Adam qəlbində sənə qarşı nifrət daşıyır. Sonra deyir ki, rahimahullah, hədə xilaful aql və xilaful din. Belə adam və yaxud da bu vəsf dinin əksi və sağlam ağlın əksidir. Yəni, ağılsızlıqdır bu. Necə ola bilər? Sənə adam elə bir yaxşılıq eləyir ki, xeyri yenə sənə qaydır. Ona da qaydır. Kuntum xayra ümmətin. Allah təala nə deyir? Ən yaxşı ümmətsiz. Xeyirli ümmətsiz. Nəyə görə? Tə'muruna bil ma'ruf və tənhavna anil munkar və tu'minuna billah. Niyə görə yaxşı ümmət olmuşuq, qardaşlar? Allaha iman gətirmişik. Mömin, Muhammed ümməti sallallahu aleyhi ve sellem mömindilər və bir-birlərinə xeyri göstərib pislikdən çəkindirdiyinə görə. Kim ki sənə öyrədirsə, özü də xeyir qazanır. Lakin sən fürsətdən istifadə edib daha böyük xeyir qazana bilərsən. İnsan var, şeyhdir ki, ağılsızdır. Adamın ağlı yoxdur. Ağlında problem var. Xeyir öyrədənə qarşı qəlbində kin, nifrət daşıyır. Həmçinin dinin əksidir. Hətta ayədə Allah təala deyir ki, sizə nə olub ki, nəsihət edən insanları sevmirsiniz. Yəni, sən Allaha şükr eləməlisən ki, gecə, gündüz, səhər, axşam, oturanda, duranda Allaha həmd elə ki, dünyanın bir çox yerinə nəsib eləmədiyi xeyir əhlini sən ölkəvə Allah təala nəsib eləyib. Allah təala bizi onların elmindən, ədəbindən, əxlaqından, səmtindən, xeyirlərindən məhrum eləməsin. Allah təala bizi də, evladlarımızı da öyrədən qullarından etsin. Həmçinin Allah təala bizi bu ayənin altına düşən qullarından etsin. Və cəaləni mübarəkən əynəmə kuntu. Bu ayədə Allah təala buyurur ki, İsa aleyhissalam öz qövmünə demişdi ki, harada olursam olum, Rəbbim məni bərəkətli bir qul elədi. Təfsirçilər deyirlər ki, yəni müəllimən lil xeyri, yəni məni xeyir öyrədən müəllim etdi. Allah təala bizi onlardan etsin, düzün Allah bilir. Allah təala faydalı etsin. Velhamdülillahi Rabbil alemin.